Salam dostlar. Mən yenidən Dogecoin haqqında paylaşım edirəm. Gördüyünüz kimi indiyə qədər yəni 2000 belə deyək Dogecoin çıxarış eləmişəm, 151 dollar. Yəni qoyduğum pulu götürmüşəm. Hazırda hal-hazırda balansımda 272 manat var. Yəni onu sizə mən daxil olum burada göstərim. Gördüyünüz kimi 272 manat 22 qəpik. Yəni bu harca indidəki bir 6 manatı başqa bir proqram ödəniş elədim. Artıq 280 manatım yəni çıxarışım var. Yəni belə deyək də qoyduğum pulu mən götürdüm. Burada mənə yəni otomatik gəlir pullar. Gördüyünüz kimi özü köçür. Baxın burada göstərir ki, köçürmə gəlir. Yəni mən bura yenə deyirəm, elə bir şey hardasa bir 244 manat belə pul yatırım eləmişdim. 250 manata yaxın pul yatırım etdim və pulu götürdüm. Yəni öz qoyduğum pul gəlib, bundan sonra qazancım. Kim istəsə qoşula bilər, istifadə eləyə bilər. Yəni burada mənim gördüyünüz kimi dost dəvətlərim 132 dost dəvətim var. 99-dakı dostumu dostu dəvət eləyim. Yəni çalışın bura dost dəvət eləyin. İlk öncə onu deyirəm sizə. Ən azı 5-6 nəfər dost dəvət eləyin, aktiv dost dəvət olsun sizdə də. Daha çox qazanc götürə bilərsiniz. Burada yəni qaydanı mən digər videolarını paylaşmışam. Yəni də göstərim sizə necədir. İlk növbədə qeyddən keçirsiniz. Vurdunuz linkin üzərindən, sonra orada qeydin keç sözünə vurursunuz. Yəni biz sarı yer olacaq. Ora vurursunuz və qeyddən keçirmə yerinə sizi göndərəcək. Qeyddən keçdikdən sonra belə bir yer açılacaq sizə də. Məsələn, üzərinə belə vurdunuz. Sonra bir dənə də belə üzərindən vurursunuz və bunları üst-bəyiz belə qoyursunuz. Başlayırsınız pul yazmağa, ta ki bura gətirib qoymaq lazımdır. Baxın necə edirsiniz. Məsələn, görsünüz bu burada boş deyir, sonra gətirin mən məsələn bunu qoydum bura, başlayır buradan pul yazmağa. Sonra yəni ikini sonra yəni belə vurursunuz. Bir dənə də vurdunuz. Bu yəni 2 oldu. Sonra 2-ni gətirib qoyursunuz, 2-nin üzərinə olur 3. Bunlar daha çox pul yazırlar. Görürsünüz məndə 9, 10, 11, 12. Yəni bunlar var məndə. Bunlar başlayır məncə pullarımı yazmağa. Məsələn burada mənim pulum keçən kimi bunlar başlayır yazmağa. Uzaqbaşı bir 30 saniyə, 40 saniyə yerini doldururlar. Yəni 5 Dogecoin yerini doldururlar. Lazım olanda belə silmə də elə bilərsiniz. Sizə silə də bilərsiniz. Mən məsələn sildim bunu. Eləsini yığırsınız və salam. İndi gəlin burada sizə səviyyə söhbətini göstərim. Səviyyə necə qaldırmaq olar, necə demək olar, yəni sizə onu izah edim. Deməli gəldiniz bura. Şəxsiyyətinizi doğrulamaq lazım mütləq. Üzərindən vurursunuz və şəxsi vəsiqənizin ön, bir də arxa tərəfin şəklini göndərirsiniz. Şəxsiyyətiniz onaylanır. Görürsünüz, baxın burada mənə dost dəvətim gəldi 240, yəni 24 Dogecoin belə deyək. Baxın gördüyünüz kimi. İndi mən bunu çəkirəm, belə vurdum, hamısını vurdum və salam göndərdim. İndi keçəcək Binance hesabıma. Sonra baxın burada yüksəltmə kassası var. Gəldik bura. Bu birinci özü verir. Sonra T1 var. Aylıq 18 dollar qazanc verir. Hardasa bu deyəsən 14 dollarını qoşdurursan. Sonra T2 var. Bu da 52 dollar verir qazancı. Hardasa bunu təxminən bilmədim 44 dollar, neçə dolları qoşdurursan. Mən buna qoşulmuşdum, sonra buna qoşuldum. Ondan sonra baxın buna qoşulmaq olur. Bu da aylıq təxminən 239 dollar qazanc verir. İndi 200 dollar da ola bilər, 250 dollar da ola bilər. Baxır gedişata. Yəni mən buna qoşuldum. Bu bisiklet çox baha gəlir mənə. Yəni ona görə mən buna qoşulmağa hər azı gücüm çatmadı. Bu tam başqa bir şeydir, amma bunun aylıq qazancı 1182 dollardır. Çox qəşəngdir. Həqiqətən də mənim çox xoşuma gəlir. Yəni kimsəsə qoşula bilər. T3-ə qoşuldunuz ya da T2-yə qoşuldunuz. Məsələn kimsə indi güc çatmırsa buna qoşulmağa, qoşulsun T2-yə. Gündə 1 saatin içində bir saatin içində bir Dogecoin deyil köçəcək, amma elə vaxt ola bilər ki, ikisi köçə bilər. Məsələn məndə 5 də olur, 10 da olur. Baxırıq tez köçür, tez köçür coinlər. Depozit eləmək də çox rahatdır. Depozit necə olunur? Baxın taş və belə üzərindən vurursunuz. Baxın taş mən bunun üzərindən belə vurdum. Mən buna qoşulmaq istəyirəm. Qatıldım. Ən axırıncı var ha bura. Bura gəlirsiniz. Sonra bu adresi kopyalayırsınız və daxil olursunuz Binance hesabınıza. Binance hesabınıza ya belə deyim Bybit, Bitget, hansı olursa olsun fərq yoxdur. Ən rahat Binance. Ona daxil olursunuz və bura göndərirsiniz pulunuzu. Çox insan istifadə etməyə bacarır, bilməyən YouTube'da baxıb öyrənə bilər. Davam edə vurursunuz və burada bunların hamısı işarə eləyirsiniz və göndərdim sözü var burada. Onu vurursunuz, yəni mən pulu göndərmişəm, coinləri göndərmişəm. Onlar 2 dəqiqə, 3 dəqiqə, 5 dəqiqə balansınıza köçürürlər, otomatik özü açılır. Otomatik özü açılacaq. Beləsinə. Ondan sonra heç nə eləmir. Gəlirsiniz bura, burada görürsünüz, baxın bu işarətdən, bu belə olanda əlini çəkmək lazım. Belə olanda özü otomatik köçür. Beləsindən yəni başlayır özü otomatik köçməyə. Saat gecə 2-3 fərqi yoxdur, özü göndərir hesabınıza. Həqiqətən çox qəşəng bir proqramdır. Yəni mən çox xoşum gəlir. Qeydiyyat çox rahatdır. Qeyddən keçib istifadə edin. Çoxsuz mən fikir verirəm, məsələn burada var da. Və Alixan adlı bir nəfər keçib qeyddən heç istifadə eləməyib. Faiz yaxşıdır. Yəni 600 Dogecoin göstərir.
600. Və bunlar sıfırdır. Yəni bunlar elə yalandan keçə bilər, qeydətdən heç istifadə eləmirlər. Çünki bunu istifadə dost dəvəti, yəni siz necə dost dəvət, indiki yəni dövrdə valla dost dəvət etmək çox asandır. YouTube-da paylaş, TikTok-da məlumat ver. Yəni sən ətraf insanlar ya Telegram qruplarına qoşul, oradan linki at paylaş ki, sən dost dəvəti gəlsin. Dost dəvətin gəldisə 5-6 dənə aktiv dost. Onun sən qazancı yavaş-yavaş gələcək. Sonra lazım olursa, gücün çatırsa, kassa yüksək yerinə gəlirsən, 14 dollar nədir ki, onu da bir atırsan bura, onunla eləyirsən. Tutaq ki, buna qoşulursan. Yaxud da istəyirsənsə, deyə bura qoşulursan. Mənə bu sərf elədi, mən buna qoşuldu, bu mənə çox sərf eləyir. Yəni aylıq 239 dollar əladır. Qeydət linkində paylaşacağım, rahat şəkildə keçin qeydətdən istifadə edin. Nə sözünüz olsa yazın, kömək eləyərəm sizə.